Ama birinci sen eləsin yoksa məni? Mən eləsin. Ben gedişim anama iğneler vurduram da. Belki birinci məni eləsin. Şey eləyib geçsin, məni elətdirib geçsin. Yox, mən eləsin bu birinci. Mən ağrılıyım. Allah haqqı, sən nə peşdə Necə geçəcəksən? ağzında türmünədir? Ye, yavaş yavaş içiyle sonra xiyar diridirgədə çöpün qalır. Ağzını çok yıka ayırma, yavaş yavaş çiğne, çiğne. Bu ne değil senin üstündeki bu tükler? Deyir gəldi, al əlinə deyir, göstərə baxsın. Atarlar Orxana. Halil'i bana güzel. O da qotur. Ona bax. Qırtmışam da ana, quyruğunu tutub qalır. Burada, buna kotur, ne gezi çöle çıkıp gibi kotur orada. Qotur da bu. Nətər dayanacam aileli sənsiz. Sidinin eline çalmış kurtaracak en azından. Valla. Ama darıkacağım elleri. Ben de darıkacağım. Gözünü ağlapar. Baba sen o şeyini kafın değişmiş. Sen onu göre geri var o şey. Zeyf vuracaq ki, bu nədir? Baboş. Köker gözü bir ev on kere. Deyəcək, iyi gəldim. Allah, nasıl söyləyəcək yox. Niye? Şiir. Eyle demeden almayacak. Bilsen ki ve şöyle şiir. Susana. Koftama nə olur ki, uşaqlar? Kırmızı rengi. O dana kırmızı gören kimi cumhuriye adama. O kırmızı gören adamlar da var. Başlayır ki bu ne kofta adı mı nedir böyle. El adamlar da var. Kırmızı gören de uyuyor. Ne olur koftanın rengi kırmızıdır. Kırmızı giyinmeye lazımdır. Qara renk giyinmək məhərrəmlik ayında yaxşıdır. Amma başqa vaxtlarda qara Nət ona giyinmək bax, deyir zanıvırdı. məkruhdur. Amma yazılı pis qırxıqlar, yəni. Dıydığı Bu olacaq. yaşda xanımlar. Başdan get qırxıb verirsən. Bu geçə qırxdır. Gördün mü sənin tüyünə təbikdir. Pişik cini şeytanı görür, qovalayır evdən. Bax. Nəyəsə baxır, əli ilə qovalayır. Biz görmürük amma. Onun pişik evdə olmağı yaxşıdır. Nətən sabah gəl. Görürsən dəlisən mi? Prosta gedim tövksü camana baxmayın. Get. Bax, ayaq xəstədir. Şərkətə darxıram da. Sabah gələcəm, qalacam. Bir gün evə gedib qayıdacam burada, yaxşı? Bir də nə biraz baxmağa görə uşaqlar Vəfa da baxır mənə. Bu olmayanda Vəfa qalır. Bax, dünən Vəfa getdi ki, qalmadı. İndi bugün yanında bu evdə olmayacaq, Vəfa qalacaq. Vəfa baxır, prosta darxıram. Gəlindən alım gətirim. Bundan söhbət sad edirəm tez-tez. Yox, hər şey var, işin olma. Yemiş alacağım amma yemiş istəyirəm, gətirim yeyim. Hə, alarsan, yox. Hə, darxıram da söhbət edirik. Time düşümdür. Sözümüz tutur. Otur dərdləşirik. Vəfa buradadır, gedir. Burada kuxunada. O şeydə baba çay da verim, çay da iç. O biraz geçsin qatırın üstündən işinə. Sən də yedən bundan. Mənimkiyi də gətirim sana. Qutardı. Getirin də ye. Yox da qutardı. Sən istədin deyə gətirim sana. Akşam hazırlayarım, yiyərik. Amma akşam olacaq. Qudundan 2 kilo ət Babuş, aldım. bəyər bax, o su gətirəm var sizə. Bunu atım. 2 manatı. Dünən zəng elədim, göndərdi qarpız. 2 kilo, Bir 1 də kilo su var, üçün gətirəm. 1 kilo da katlı. Yumurta, bax, getdim 14 dənə yumurta gətirdim. Toyuqların yerinə Hə. kaldırınka qoy satacağım yumurta. Qoydum. Mənə bax, o suyun əvəzinə yumurta istəmirdi. Elə o sudan 5-6 dənə gətirsinlər, yumurta doldu verək. Tönəbim özü deyərdi, yəqin aldı peki. Kutizdim. Tahir salam. Dünən mənim aldıqlarım nə qədər elədi? 2 kilo ət almışdım. 1 kilosunu sozluq, 1 kilosunda qarpız aldım, xiyar aldım. Lobiya aldım. Pulları denəndə bir də kartına tatım. Dünən Vəfa mənə soz əti pişirdi, qara tikələrlə. Soz eləməli, soyutma elədi, qoydu qabama, onu yedim. Çörəkdəki uşaqlar bax, bu loxma verir. Elə ona görə də arıqlamışam.
Yumurtanı mən 20 burada bilmirəm da deyirlər çox qalxıvam. Mən 20 qəpikdən verirəm. Toyuqlarım yaxşı yumurtlayır. Vəfa ilə Məftuna ver evi. Gör nə pis niyyət insansan ki. Birinci Allaha min şükür Məftunun da evi var. Vəfanın da evi var. Görsən nə qədər pis insansan ki. Mən prost qorxum deyir ki Məftunun evi. Ayıb olsun insan onu yazan izləyicilər. Bakıdasan yox Bərdədəyəm izləyicilər. 2 saatlik yayındayım, 2 saatlik yüksək yayında oturmuşuq. 2 saat, 3 saata girir. Xoşlamırsan? O birilərini görürük, hamısı yayın açır. Mən maraqlı yayıncıyam, başa düşürsən? Məni bəyənməyənlər də, sevməyənlər də otur yayın, mən licbi marağa görə baxır, başa düşürsünüz? 5-6 il yüksək yayından oturmaq nə demək? Gördü o biriləri, məndən sonra qalxanlara baxın, 200, 100, 150 nəfərə düşüb. Gəl Allahla danışaq da. Məndən sonra qalxdılar, parladılar 15 min, 20 min, indi hamısı 100 nəfər, 150 nəfər. Gəl Allahla danışaq da. Quran haqqı, hər insan işi deyil, 6 il TikTok'da oturasın, 6 il, 5 min, 6 min, 7 min yüksək yayından. Bu bir reyting deyil, Quran haqqı. Kimdir bu ses? İska müəllim də məni yığmışdı. Dedi dur gəl Bakıya. Pul uzadı hər şey. Dedim alım İska müəllim. Bax Allah hamd olsun. Deyək ki gedi sahə həkim tuturam. Əməliyyatçı əməliyyat eləyəcək. Pulu da hər şey də mənə idi. Dedim İska müəllim çox sağ ol pulum var. Bax anamın qəbrinə hamd olsun. Məni yığmışdı ki dur gəl Bakıya. Mən tuturam yaxşı həkim. Quran haqqı. İndi nə olsun ki İska müəllim mənim canlıma gəlmir, dəstək olmur. Yığır məni. Qayıtlarımı görür. Gedib görür ki, acı çəkirəm, yerdə yayır. Quran haqqı. Mənim ilk dəstəkçilərimdən Humay xanım olur. İlk TikTok'a girəndən bir İska müəllim. İlk, sonra Meyza xanım gəldi. Mən gör neçə illər danışıram. Uşaqlar belimdə qrija çıxıbdı, vur və ayağıma yeriyə bilmirəm də. Yəni sinirdir, nədirsə, yəni dözmək olmur. Çox dözülməz bizə ağrıdır. Hesablayın ki, bu gün 11 gün olur. 11 gündür ki, mən yataq xəstəsiyəm. Dəyişmişsən. Yox, dünən yox, sırağa gün çimizdiriblər məni. Deyəm. Gəlir da deyib, Bərdədədir, deyək kim geri içərin, özünüz görəsiniz. Bəli. Bəli. Salam əleykum. Əleykum salam. Baboşlu danışa. Bəli, buyurun. Baboşlu bəy qanuna baxıram, deyirsən də yumurta var, neçə versən? Siz harada olursunuz, qardaş? Mən Gəncədə, mən hər həftənin 3-cü günü bəldiyə mal faaliyəm. 20'ye. Var sabaha 100 dənə təşkil edə bilərsən. 100'den indi yığarım sonra. Yox, mən həftədə bir dəfə gələm. Yalandan mən sən Allah deyim, mən yalan danışmağa xoşlanmıram. Qoyun da sayarıq görüm nə qədərdir. Deyərəm, onda gələndə apararsınız. Satıram da qardaş. Siz mən hazır keçirəm, o avtovağzalınız var, böyrüdə bazar. Hələ mən oraya yaxınam da, küçəmizə gələrsən, konum atarım, gəl qapının ağzına götürərsən. Sizin şey Svetofordan girirsən. Hə, Svetofordan girsən. Sağa dönmək promo görüşüdür, oradan Ay sağ ol, ay sağ ol. Tanıdım haradır. Onda, yəni, mən almıram onda yumurta. Afiyet olursa. Onda mən sənin yenə nömrəni götürəm də, yaddaşa vuram. Ki yığam. Bilsən o qədər insan zəngiri, xanım zəngiri Bakıya göndər. Proqram yuxuz, mən də gecən tam deyil. Səhərə yaxın yatırım, durub göndərmə axşam olur.
Sen yaddaşa yumurta alan Gəncə yazın adını. Gəncə yaz. İndi bax da indi bana onun sayını deyə bilərsən nə qədər olacaq? Var ya işte deyərəm, yığıb göndərərəm. Bir 100 dənəsini deyərəm ki, gəlib götürərsən. Mən hardasa saat 1'ə qədər orada olacaq. Yaxşı. Oldu. Mən onu sonradan da sizin narahat edeyim. İndi çıxma qoy yığım deyim da qardaş. Yumurtanı vurmuş, nömrəni vurmuşam. Mən sabah gələcəm, ona görə deyirəm. Yaxşı. Yox, sabaha kimi qoy bir saat deyərəm nə qədər var. 50 de olsa, 60 da olsa, 80 de olsa, yani ben o yumurta almıram orada. Yaxşı, alma. Bizim almışları göndermirəm. Yaxşı. Oldu, sağ ol. Məni bilsiz kim yığıb, uşaqlar sevinç hədidli. Küçük olub ki, sonunda yığım. Məni sevinçlə yığmışdı, nə yalan deyəşəm. Dünən yığdı, aşmadım, halım yox idi. Canlıda deyir ki, yazır ki, məni yığ mütləq. Çox narahatam. Çalıyor, yazmır. Az yox, nə qədərsə dostluq eləmişəm sevişlə. Burası son vaxtlar bir dəfə canlısına 5000 adam zad var idi. 2 dəfə oynatdım, qəbul eləmədi. Onda o Qazaxıstanlı olan oynayandı. Ondan sonra mən incidim, küstüm. Takipdən çıxartdım bunu. Mənə yazdı ki, mən neyi takipdən çıxartmışsan. Belə aram küsmüşdü, amma indi görsən pis olub da, yığır. Nə qədərsə dostluq. Mən bir dəfə ondan mənim haqqında pis söz eşitməmişəm. Yo, tafi niye ki dostluq biz. Məftunla qardaşıq, Eminlə, onların qohum əqrabanın eləmədiyini bu dəqiq onlar eləyir. Yanımda onlardır. Pis günümü mən unudaram. Sakın ol, sakı da yığır. Babuşda həkim gəldi. Haqqı bağlayırsan? Hə, bağlamayayım, o görsənmək istəmir axı. Deyil. Hayır dostlar, daha canlı bağlayıram çünki şeydir. Həkim gəlir fizioterapiya eləməyə. O istəmir görsənmək, həmən bilən. Çünki hamımız... O gəlsin, burada da səsiz adını eşitsinlər. Çünki bağlayarsan. Gəl, gəl. Ay Allah, qalxmaqdan düşürüyüz zərətdən. Bəziləri inanmırlar o saat. Əmin gəlsin, yaxşı. Canlı da başımı qatırır. Hə, mən onu deyə çalışıram. Hə, deyib yaxdanı söhbət edirəm. İndi bu canlı olmasa, indi özümdə də açacam onu da. Özümdə də açıb söhbət edirəm. Hə, aç. Hə, özümdə də açacam. Tabii, yün açacam özümdə canlını. Mən ona görə gələndə şey deyirəm, canlı açacam, cəmatla söhbət. Arka, elə daha deyirlər duxu vur. İylənmişəm mən duxu da vuram. 2 gündür çimdiyim. Sən gəldi. Gəlin. Elə daha sili bir iylənmişəm, nə olur ki? Babuş, taksi pul istəyir. Hə, yaş qoçun çalmaz. Bu həkim gəlsin, cəmat inanmır, heç oldu. Nə qədərdir, tak? Nə qədərdir xanım? Nə qədərdir? 17 manat. Deyin desin də. Kart verin də. Hala, Məftun, hala burada, al özünü ala. Kartını çək, gəl bura biz ataq verin. Ey hala, deyin orada tezlik şəkildə düşməsin, orada yığ at. Kartını çək, gəl. Məftun gəldi oraya, orada desin verdim telefonumu Məftuna. Görən boydan gəlir da, nəyə baxaq uşaqlar. Görən boyla Bərdən arası bilsən, nə tərtərat deyib çıxıb getsən ayına. Görən boy ayrı rayondur, Bərdə ayrı rayon. Görən boydan gəlir. 17 gəlir, 17-də verirəm, gedir. 60 manatda ödədin. Yox, bu kartın şəkil çəksin. Arada belirlən, buradan keçirdirəm, bırak ki, bu bloka düşməsin. Əslində deyir ki, gəl evim, mən də dura bilmirəm, da maşın sürə bilmirəm. Deyir, gəl evimdə eləyim, evdə eləyir. Mətanət həkimdir. Deyir, səni qaldıracam da ayağa. O 13 milli deyil, onu da deyir, aşağı salacam. Sən aç canlı, nə açacam uşaqlar?
Bərdidə yoxdur. Aparatla gətir, aparatınla var uşaqlar. Çox bahadır. Bir seansın 25 yarım saatın 30 manat eləyir uşaqlar. Məndə 60 dəqiqə eləyir, 1 saat 60 manat. Ne oldu abi? Da gəlir də baba, uşaqlar özün eləyərsən. Gəlir də özün. Hə, özüm atarım. Bunları bağlayayım. Gəlsin də bir salamlaşıq, onda Hiç bağlayırıq. aklıma yere gelmiyor bana. Nə deyir? Sağ ol. O dedi. Hə. Dediylər. Vefa Onda- diyor hele dedi. Onda bağla. Tamam, lazım. Bir adamlar şeydi. Diyor uşaqlar, mənə takip atın can ciğerlerim. Ben de birazdan gelirim, sabah geleceğim. İnşallah sabah da kalacağım, bir gün de kalacağım. Bir öpürüm sizi, Allah'a emanet olun. Allah hamımızı yerin gün belasından korusun. Takip edenler çok